2025-ci ilin Konstitusiya və suverenlik ili elan edilməsi hər bir Azərbaycanlı üçün qürur mənbəyidir. Çünki Konstitusiya dövlətin təməl daşı, suverenlik isə azadlıq nəfəsidir. Bu gün Azərbaycan Konstitusiyası Azərbaycanın bütün ərazisində qüvvədədir. Azərbaycan dövlətinin ərazi bütövlüyü bərpa edilib. Suverenlik sadə bir anlayış deyil. Bu xalqın iradəsi, milli kimliyi və taleyin həll etmək üçün haqqıdır. Biz bu haqqı vətən müharibəsində tam qazandıq. Bugün Azərbaycanın nüfuzu təkcə regionda yox, beynəlxalq müstəvidə də günü-gündən artmaqdadır. Bugün Azərbaycanın səsi eşidilir, mövqeyi qəbul edilir və regional məsələlərlə bağlı qəbul edilən qərarlarda məhz Azərbaycanın imzası tanınır. Bugün Azərbaycan Konstitusiyasının uğurlarını biz həm də onda görürük ki, Azərbaycanın dövlət idarəetmə modelləri bütün dünyada yayılır. Biz bugün müşahidə etsək, Azərbaycanın ASAN konsepsiyası, DOST konsepsiyası xarici ölkələr üçün bir nümunədir. Biz vətəndaş cəmiyyəti nümayəndələri olaraq da bu missiyanın bir parçasıyıq. Hər birimiz qeyri-hökumət təşkilatları olaraq vətəndaş həmrəyliyinin təmin olunmasında, dövlətin və cəmiyyətin inkişafında rol oynamalı və vətəndaş iştirakçılığının artmağına kömək etməliyik. Bugün Azərbaycan Konstitusiyası bizi bir amal ətrafında birləşir. Güclü, müstəqil, suveren Azərbaycanın parlaq gələcəyini birlikdə quraq.